gəldik Başlıbel kəndinə. Oradan məni çağırdılar ki, məzahir. Mən Səliməm, çıx. Gedəndə gördük ki, evin birindən yolun qırağında televizor səsi gəlir. Bir 5-6 adım atmışdım, gölün qılçam qatlandım. Bax, əlimi elədim ki, arxadan güllə dəyibdi, qan axır. Oradan bir radyo götürdüm mən. Qoyuldu, qulaq astıq, orada radyo dedi ki, bəs Kəlbəcər artıq işğal olunur. O Əhliman dayı üstünə vurdular, yəni o qan aparıb o rəhmədə getdi. Axşamlar düşürdük kəndə produkt çıxarmağa. Axşamlar ermənilər kənddə dayanmaydılar. Aprel ayının 18-də ermənilər artıq bizim yerimizi dəqiqləşdirəndən sonra aşağıdan Qaz 69 deməli Siviyaz maşını nədir? Böyle fortuşkanı çıxarıblar. Üstü dolu erməni, o maşın viyilliyə gəlir. Aprel ayının 3-də erməninin boğazı girdi Başlıbel kəndinə. Habil mənə dedi ki, müşrik, avtomatı götür bizi vur. Bizi vur, erməni əsir vermə. Şəhriyarın qolu bax elə də damardan elə bizdən bax belə sümük götürülmüşdü. Sırf dəridən sallanıqlıydı. Yəni o qolda dəm qolu. Hava işıqlaşana yaxında durduq tərpənməyə. Tərpənən kimi itlər hürdü, bizi başladılar güllələməyə. bir gündə orada qaldıq. Ondan bir gün sonra rəhmətlik Ələsgər kişi gəldi, çıxdı Nəbirin kahasına.